Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün mən sizlərə Fizika 1000 test adlı kitabımızdan Newton qanunları mövzusuna aid olan test tapşırıqlarının izahını verəcəm. Əziz müəllimlər, bu suallar demək olar ki, sertifikasiya imtahanına uyğun suallardır. Yəni bildiyimiz kimi, sertifikasiya imtahanında asan suallar da olacaq, orta suallar da olacaq, çətin suallar da olacaq. Bu kitabımız mövzu üzrədir. Yəni hər mövzuya aid 25-30 ədəd test tapşırığıdır. Mövzudan mövzuya görə sual sayı dəyişir. Deməli, əziz müəllimlər, kitabımızda özünüz də görəcəksiniz ki, düsturdur, tərifdir, ölçü cihazıdır, vahiddir. Bu kimi suallar yer almır. Yalnız mövzuya aid şəkilli, qrafikli məsələlər və qrafiklərdən ibarət suallardır. Əziz müəllimlər, kitabımız hal-hazırda satışda var. Asanlıqla 28 mayda Zəka Kitab Evi, Məntiq Kitab Evi, Oyal Offside kitab mağazalarından əldə edə bilərsiniz. Məsləhət görürəm ki, əziz müəllimlər, bu kitabı əldə edərək bütün sualları işləyin. İnşallah mən də vaxt elədikcə bu mövzuların izahını çalışacağım ki, sizlərlə paylaşım, sizlərlə bölüşüm. İnşallah ki, sizlər üçün bir faydası toxunar, imtahanda yüksək nəticə əldə edərsiniz. Daha sonra isə bizim yaxın vaxtlarda, yaxın zamanlarda inşallah sırf sertifikasiya imtahanı üçün nəzərdə tutduğumuz sınaqlardan ibarət kitabımız satışa çıxacaq. Deməli, hər sınaqda 50 ədəd test tapşırığı var, imtahandakı kimi və ümumi sınaqlardır. Yəni, hər sınaq fizikadakı bütün mövzuları əhatə eləyir. Yəni, siz o kitabı da əldə edərək, inşallah mən satışa çıxsın, ümumi məlumat verəcəm. Çalışın ki, onu da imtahana qədər işləyin, cavabları da olacaq, yoxlayın. Yəni, nəticənizlə ilk öncədən siz də, məsələn, yazın, harada boşluqlarınız varsa, onu doldurmağa çalışın. Belə, əziz müəllimlər, biz isə vaxt itirmədən keçən sualların izahına. Deməli, ilk sualda bizə deyir ki, O nöqtəsinə hər birinin modulu 50 Newton olan 3 qüvvə təsir edir. Əvəzləyici qüvvənin koordinat oxları üzrə proyeksiyalarını hesablayın. Deməli, əziz müəllimlər, biz burada nə etməliyik? Fikir verirsinizsə, hər birinin deməli qiyməti 50 Newtondur. Burada F2 də 50 Newtondur, F3 də 50 Newtondur və F1 də 50 Newtondur. İlk öncə gəlin bu qüvvələri proyeksiyalayaq, əziz müəllimlər. Deməli, proyeksiyalasaq, məsələn, F2 qüvvəsini toplananlarına ayırsam, deməli, F2-nin Y oxu üzrə toplananı olacaqdır bu. Baxın, F2-nin Y toplananı budur. Səliqəli bunu çəkim. Deməli, F2-nin üfüqi toplananı isə budur. Gəlin bunların qiymətini tapaq. Əziz müəllimlər, həmişə bucağa tərəf, bitişik tərəf kosinüsü demişik. Onda baxın, bu fx-dır, düzdürmü? Üfüqi toplanandır. Bu da fy-dır. Gəlin kənarda bunu təyin eləyək ki, şəklimiz qarışmasın. F2 qüvvəsinin x oxu üzrə koordinatını tapmaq üçün, toplananını tapmaq üçün biz nə edirik? F2 qüvvəsini vururuq bucağın kosinüsünə. Yəni, burada fx elə bir ki, f kosinüs alfaya bərabərdir. Yəni, bu olacaqdır f2 kosinus 30 dərəcə verib bunu bizə. F2 qüvvəsi 50 Newtondur. Vurulsun kosinus 30 isə kök 3 bölünsün 2-dir. Buradan biz alırıq 25 kök 3. Bunun Y oxu üzrə toplananı tapmış olsaq, avtomatik şaquli toplanan sinus olacaq. Yəni, F2 sinus 30 dərəcə. Bu da bərabərdir. F2 50-dir. Sinus 30-da isə 2-də 1 alır. 50-ni də 2-də 1-ə vuranda olacaq 25 Newton. Deməli, baxın, bizim bu F-ımız oldu. Deməli, 25 Newton. F-x'ımız isə oldu 25 kökdə 3. Digər tərəfdən, əziz müəllimlər, gəlin bu F1 qüvvəsini toplanana ayıraq. Bunu çalışacağım, başqa rənglə göstərəcəm ki, bu qarışmasın. Deməli, F1-in Y toplananı buradır. F1-in üfüqi toplananı, yəni şaquli budur, yuxarı. Üfüqi isə x oxu istiqamətində yönələndir.
Bura mən F1Y deyəcəm. Bura isə F1X deyəcəm. Yenə də biz avtomatik olaraq F1 qüvvəsinin üfüqi toplananını tapa bilərik. Bu cavab bitişik tərəf olduğundan kosinusdur. Yazacağım F1 kosinus 30 dərəcə. Buradan da F1 50'dir. Vurulsun kosinus 30'da kök 3 böl 2 alır. Yəni bu oldu 25 kök 3. Digər tərəfdən şagülünü tapsaq əziz müəllimlər. Buna da F1Y deyirəm. Sinus toplanan olacaq. Yəni F1 sinus 30 dərəcə. Yəni şagülü toplanan sinus oldu. F1'imiz 50'dir. Sinus 30'da da 2'də 1. Bu da nə qədər oldu? 25 Newton oldu. Fikir verirsinizsə, baxın bu da 25'ə bərabərdir. Düzdürmü? İndi əziz müəllimlər, fikir verirsinizsə, F3 qüvvəsi də elə şagili toplananı 50'dir. Deməli, üfüqi toplananı yoxdur. Düzdürmü? Onda gəlin, baxın, burada görün nə aldıq. Diqqətlə bu hissəyə fikir verək. Görürük ki, əziz müəllimlər, burada rəngi dəyişək. Fikir verirsinizsə, burada sola doğru 25 kök 3 oldu. Burada da fikir verin oxa, sağa doğru 25 kök 3 oldu. Onda bunlar bir-birini neynəyəcək? Sıfırlayacaq. Deməli, belə çıxır ki, əvəzləyici qüvvənin x oxu üzrə proyeksiyası sıfıra bərabərdir. Çünki x oxu üzrə bunun bir qiyməti qalmadı. Y oxu üzrə baxsaq, görürük ki, yuxarı nə yönəlib? Bir dənə F3 olan 50 var. Plus da F2 ilə F1'in şagülü toplananları var. Biri 25, digəri də 25. Deməli, əvəzləyici qüvvənin Y oxu üzrə toplananı da nəyə bərabərdir? 100 Newtona bərabərdir. Deməli, Fx 0, Fy 100. Doğru cavabımız C variantı. İkinci sualımız. Gümüş kubun kütləsi 108 kiloqramdır. Tili 3 dəfə kiçik olan gümüş kubun kütləsini hesablayın. Deməli, əziz müəllimlər, yazırıq ki, M bərabərdir rho V. Düzdürmü? Rəngi dəyişək. Göz qamaşdırmasın. Deməli, M bərabərdir rho V. Burada da söhbət kubdan gedir. Biz də bilirik ki, kubun həcmi V bərabərdir A kubu ilə təyin olunur. Onda yazıram ki, rho vurulsun. V-nin dəyərini yazıram A kubu. Deməli, əziz müəllimlər, fikir verirsinizsə, gümüş kubdan gedir söhbət. Yəni, bunun sıxlığı dəyişməz. Baxın, bu dəyişmir, konstantdır. Onda burada kütlə til ilə, yəni kubun tili ilə necə asılıdır? Düz kub asılıdır. Bax, bu M kubun tili ilə düz kub asılıdır. Tili 3 dəfə kiçik deyir. Deməli, tili 3 dəfə kiçik olan, til elə bir ki 3 dəfə kiçikdirsə, onda bunun kütləsi də necə olmalıdır? 3'ün kubu qədər. Çünki düz kub asılıdır. 3 dəfə kiçikdirsə, kütləsi 3'ün kubu qədər, yəni 27 dəfə az olasıdır. Deməli, ikinci halda kubun kütləsi birincidən 27 dəfə az olmalıdır. Əvvəl bu 108'dir. İndi 27 dəfə az olanda olacaqdır 4 kiloqram. Doğru cavabımız D variantı. Üçüncü sual. 4 metr böl saniyə kvadratı təcillə hərəkət edən cisimlər sisteminə təsir edən qüvvələrin F1 böl F2 nisbətini hesablayın. Maraqlı və önəmli suallardan biri də əziz müəllimlər. İlk öncə gəlin belə bir şey eləyək. Fikir verirsinizsə, burada bizə T-nin 28 Newton olduğunu deyir. Baxın, bura 28 Newtondur. Və bu ümumi sağa doğru 4 metr böl saniyə kvadratı təcillə hərəkət edir. Gəlin əziz müəllimlər, belə bir şey eləyək. F2 qüvvəsini təyin etməyə çalışaq. Baxın, bu hissəni ayırsam, düzdürmü? Baxıram ki, 3 kiloqram kütləli cismə sağa doğru 28 Newton. Baxın, bu sağa doğru T-nin qiymətini bizə fikir verirsinizsə 28 Newton verib. Deməli, bu 3 kiloqram kütləli cismə sağa doğru gərilmə qüvvəsi, sola doğru isə F2 qüvvəsi təsir edir. Və bu qüvvələr əks istiqamətdə yönəldiyinə görə əvəzləyici qüvvəni tapanda nə edəcəyik? Çıxasıyıq və biz nə demişik? Təcil istiqamətində olan qüvvə daha böyükdür. Təcil istiqamətində olan qüvvə burada gərilmə qüvvəsidir. Onda biz burada gərilmə qüvvəsindən F2 qüvvəsini çıxıb bərabər eləyəsiyik, buna M1A deyirəm. Yəni, bunun kütləsinə M1, bunun kütləsinə M2 deyirəm. Onda buradan T28 çıxılsın F2
bərabərdir. Birinci cismin kütləsi 3'dür, təcili də 4'dür. Biz buradan F2 qüvvəsinin 16 Newton olduğunu alırıq. Düzdürmü əziz müəllimlər? İndi əziz müəllimlər biz burada F1 qüvvəsini iki üsulla tapa bilərik. Ya 5 kiloqram kütləli cismə tapa bilərik, ya da ümumi əvəzləyici qüvvə istifadə edib tapa bilərik. İndi məsələn mən bunu tapandan sonra keçirəm 5 kiloqram kütləli cismə. İndi burada məsələ nədir? Biz bilirik ki, ipdə qarşılıqlı əks istiqamətdə gərilmə qüvvələri meydana çıxır və qiymətcə eyni olurlar. Onda bu 5 kiloqrama təsir edən, bu 5 kiloqram ipə bağlanıb, düzdürmü? Buradakı gərilmə qüvvəsi də elə T qədər olacaq. Amma istiqaməti cisimdən ip boyunca sola tərəf yönələcək. İndi baxın, mən bu hissəni ayırıram. Bu hissəni ayıranda görürəm ki, 5 kiloqram kütləli cisimə sağa doğru F1 qüvvəsi, sola doğru gərilmə qüvvəsi təsir edir. Yenə də əks yönəldiyi üçün çıxacam əvəzləyici qüvvəni tapanda. Amma bu zaman təcil istiqamətində olan qüvvə F1'dir. Ona görə biz F1 qüvvəsindən gərilmə qüvvəsini çıxıb, bu zaman M2A'ya bərabər edəcəyik. Çünki artıq mən ikinci cismə görə hesablama aparıram. F1'i bilmirik. Çıxılsın T gərilmə qüvvəsi ilə 28'dir, bərabərdir. İkinci cismin kütləsi 5, təcil də nədir? 4. Buradan da biz F1'i nə alırıq? F1'i 48 Newton alırıq. Bizə də nə deyir? Bizə də deyir ki, F1'in F2'ye nisbətini tap, düzdürmü? Deməli, F1'in F2'ye nisbəti bərabər olacaqdır. F1'imiz 48 Newton, F2'miz 16 Newton, nisbət bizə 3'ə verəcəkdir. Doğru cavabımız C variantı. Növbəti sualla davam edək. Dördüncü sualda bizə deyir ki, verilmiş cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafikini tapın. Deməli, əziz müəllimlər, burada məsələ nədir? Biz bilirik ki, əziz müəllimlər, baxın bizə verilən hal-hazırda təcilin proyeksiyasının zamanlı asılılıq grafikidir. Biz bilirik ki, təcillə qüvvənin, əvəzləyici qüvvənin qrafiki eyni olur. Təcilin qrafiki necədirsə, qüvvənin də qrafiki eyni ilə onun kimi olacaq. Yəni D variantındakı kimi. 5-ci sualımız. Deyir ki, kütlələri M1 bərabərdir 2 kiloqram, M2 3 kiloqram və M3 5 kiloqram olan cisimlər sisteminə 50 Newton qüvvə təsir edir. İkinci cismin birinci cismə təsir etdiyi qüvvənin üçüncü cismin ikinci cismə təsir etdiyi qüvvəyə olan nisbətini tapın. Deməli, ilk öncə ikinci cismin birinci cismə təsir etdiyi qüvvəni tapaq. Bax, ikinci cismin birinci cismə təsir etdiyi qüvvəni tapaq. Sonra da üçüncü cismin ikinci cismə təsir etdiyi qüvvəni taparıq. İndi əziz müəllimlər, fikir veririksə, 2'nin 1'ə təsir edir, düzdürmü? 2 1'ə tək başına təsir etmir. 3 ilə birlikdə təsir edir. Onda biz belə yaza bilərik ki, 50 Newton ümumilikdə hər 3 cismə təsir göstərir, düzdürmü? 50'nin kütlələrin cəminə nisbəti 5 plus 3 plus 2, yəni 10 bərabər olacaqdır. 2'nin 1'ə təsiri bölünsün. Dedik ki, 2 1'ə təkcə təsir etmir. 3 ilə birlikdə təsir edir. Onda 2 ilə 3'ün birlikdəki kütləsi nə qədər olacaq? 2 ilə 3'ün olacaqdır 8 kiloqram. Buradan da biz 2'nin 1'ə təsirini 5 vurulsun, deməli 8'dən alırıq 40 Newton. İndi yenə də nisbət yazıb 3'ün 2'yə göstərdiyi təsir də yaza bilərik. Yenə də 50, deməli hər 3 cismə təsir göstərir, yəni 10 kiloqrama bərabərdir. İndi 3'ün 2'yə təsiri. Fikir verirsinizsə, 3 2'yə təsiri elə yalnız özünün, yəni elə 3-cü cismin təsiridir. Onun üçün yazaram ki, 3'ün 2'yə təsiri bölünsün, 3-cü cismin kütləsi 5 kiloqram. Buradan da 3'ün 2'yə təsir etdiyi qüvvə bərabərdir 25 Newtona. Bizdən də nəyi soruşurdu? Bunların nisbətini soruşurdu. Yəni 2'nin 1'ə təsir etdiyi qüvvə bölünsün 3-cü cismin 2-ci cismə təsir etdiyi qüvvənin nisbəti bərabərdir. 2'nin 1'ə təsiri. Deməli, təyin etdik ki,
40-dır. Bölünsün 3-ün 2-yə təsiri isə 25-dir. Bunu 5-ə ixtisar eləsək 8 bölünsün 5 alırıq. Yəni doğru cavabımız A variantı. Elə bir ki, əziz müəllimlər, bunu belə düşünək də, o cisimlər vardı, ip vasitəsi ilə bir-birinə bağlanırdı. Onda hansı nisbətdən yazırdıq? Yazırdıq ki, məsələn, dartı qüvvəsi bunların hamısını dartır. M1 plus M2 plus M3 bərabərdir. Tutaq ki, T1 gəlinmə qüvvəsini tapıram cisimlərin bağlandığı ipdə. Məsələn, T1 də tutaq ki, M1 ilə M2-ni dartır. Onda yazırdıq T1 bölünsün M1 plus M2. Yəqin ki, bu yadınıza düşdü. Rahat bu şəkildə həll eləmək olurdu. Bax, eyni ilə bu məsələni də bu şəkildə həll etdik. 6 nömrəli sual verilmiş kütləli cismin çevrə üzrə bərabər sürətli hərəkəti zamanı bu cismə təsir edən mərkəzə qaçma qüvvəsinin bucaq sürətinə asılıq qrafik hansıdır? Deməli, burada mərkəzə qaçma qüvvəsi dediyimiz M-adır. Bu da M vurulsun A-nın da yerinə omega kvadratı R yazıram. Burada verilmiş kütləli cisimdir. Kütlə dəyişmir. Şərtdə bizə fikir veririksə radiusu da sabit verib. Ondan mərkəzə qaçma qüvvəsi bucaq sürəti ilə düz kvadratik şəkildə asılıdır. 7 nömrəli sual. Deyir, sürtünməsiz şəraitdə sükunət vəziyyətindən 30 Newton qüvvənin təsiri ilə hərəkətə başlayan M kütləli cisim 4 saniyədə 24 metr yol gedib. Bu cismin kütləsini hesabla. Deməli, sürtünməsi şəraitdədir və sükunət vəziyyətindən deyir. Yəni, başlanğıc sürəti 0-a bərabərdir. Gəlin, nə edən əziz müəllimlər? İlk öncə bu qüvvəni toplananlarına ayıraq. Biri Y toplananıdır. Biri də X toplananıdır. Yuxarıdakı oldu FY, bu FY oldu FX. Bucağa bitişik tərəf kosinüsdür demişik. Onda FX F kosinüs alfaya, FY isə F sinus alfaya bərabərdir. Digər tərəfdən əziz müəllimlər, indi nə edərik? Bu cismə aşağı doğru ağırlıq qüvvəsi, yuxarı doğru isə reaksiya qüvvəsi təsir edir. Amma bu qüvvələr bir-birini tarazlaşdırır. Düzdürmü? Onda baxırıq ki, cismi üfüqi istiqamətdə hərəkət etdirməyə çalışan qüvvə nədir? Qüvvənin X oxu üzrə toplananıdır. Onda biz yazarıq ki, F əvəzləyici bərabərdir MA. Cismə də yalnız qüvvənin üfüqi toplananı təsir etdiyinə görə elə əvəzləyici qüvvə Fx-dır. Bərabər edirəm MA-ya. Bizdən də cismin kütləsini soruşur. Buradan M-i tapanda olur Fx bölünsün A. Fx dediyimizdə F kosinus alfadır. Bölünsün A. İndi burada bizə nə lazımdır? Bizə lazımdır təcil. Təcil necə tapa bilərəm? Fikir verirsinizsə, deyir ki, bu cisim sükunət vəziyyətindən 4 saniyədə 24 metr yol gedib. Sükunət vəziyyətindən hərəkətə başlayan bir cismin getdiyi yol AT kvadratı bölü 2 düsturu ilə təyin olunur. Biz buradan təcili tapsaq əgər 2S böl T kvadratı şəklində olacaqdır. Buradan da A bərabərdir. 2 vurulsun. Getdiyi yol 24. 4 saniyədə gedib, kvadratı 16. 2 ilə 16 getdi. 8, 24 də 8-ə böləndə 3 metr böl saniyə kvadratı. Artıq biz təcil edə bilirik. Onda buradan yazarıq ki, M bərabərdir. Az öncə yuxarıda yazmışdıq ki, F kosinus alfa bölünsün A. Bu da bərabərdir. Qüvvəmiz 30. Kosinus 37 dərəcə verib bizdə 0.8 bölünsün təcili də 3 tapdıq. 30'u 0.8'ə vuranda 24, onu da 3'ə böləndə cismin kütləsi olacaqdır 8 kiloqram. Doğru cavabımız D variantı. 8 nömrəli sual. Əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılığı şəkildəki kimi olan 5 kiloqram kütləli cisim X oxu istiqamətində 10 metr böl saniyə başlanğıc sürətlə hərəkət edir. Deməli, bu cismin başlanğıc sürəti 10 metr bölünsün saniyədir. Başlanğıc sürətlə hərəkət edir, özdə X oxu istiqamətində. Qrafikdən istifadə edərək 10-cu saniyənin sonunda cismin təcilinin modulunu hesablayın. Əziz müəllimlər, sual bir balaca çaşdırıcı kimi görsənə bilər, amma əslində elə deyil. Fikir verirsinizsə, qüvvənin zamanına asılıq grafikidir, özdə əvəzləyici qüvvənin. Biz demişik ki, əvəzləyici qüvvə ilə təcilin qrafiki eyni olur.
Yəni bu qrafiki təcil üçün düşünə bilərsiniz, amma qiymətlər eyni olmaz. Niyə? Çünki əvəzləyici qüvvənin düsturu MA-dır. Məsələn, mən bura bir A1 desəm, buranın təcilini tapsam, yazaram ki, A1 bərabərdir F əvəzləyici 1 bölünsün M. Burada əvəzləyici qüvvə nə qədərdir? 60-dır. Cismin kütləsi də 5-dir. Deməli, burada, bax, bu hissədə təcilin qiyməti artıq, bax, 60 gedir, sanki belə düşünək də. Bax, burada artıq 60 gedir. 2 dəqiqə. Baxın, burada 60 gedir. Onun yerinə elə bil ki, təcilin qiyməti gəlir. Və təcilin qiyməti nə tapdıq? A1 bərabərdir 12 metr bölünsün saniyə kvadrat tapdıq. İndi gəlin bu ikinci, baxın, bura üçün təcilin qiymətini tapmağa çalışaq. Burada yazaram ki, F əvəzləyici 2 bərabərdir M A2 deyirəm. Buradan da A2-ni biz tapanda nə olur? F əvəzləyici 2 bölünsün M. Baxın, burada cismə təsir edən əvəzləyici qüvvə 20-dir. Cismin kütləsi də dəyişmir, elə 5-dir. Deməli, baxın, bu hissədə 20-nin yerində təcilin qiyməti olacaqdır 4 metr böl saniyə kvadrat. Baxın, buranı da pozuram ki, qarışmasın. Bax, indi bu gedir, bu gedir. Elə ki, bunun yerinə təcil zaman qrafiki kimi düşünsək bunu, bura təcilin qiyməti gəlir. İkinci halda nə qədər olur? 4 metr bölünsün saniyə kvadrat olur. Bizə deyir ki, 10-cu saniyənin sonunda cismin təcili. Bax, 10-cu saniyənin sonu da düşsün bura. Fikir verirsinizmi? Bu halda 6 saniyədən 12 saniyəyə qədər cismin təcili nə qədər olub? 4 metr böl saniyə kvadrat olub. İndi 10-cu saniyədə, bax, bu 9 ilə 12, 6 ilə 12 zaman aralığını düşünə görə elə təcili də neynəməz? Dəyişməz. Çünki görürük ki, bax, burada təcilin qiyməti 4-ə bərabərdir. 9 nömrəli sual. İpdən asılmış kütləsi 12 kiloqram olan bir cins kürə tarazlıqda olarsa, İpdə yaranan gərilmə qüvvəsinin və dayağın reaksiya qüvvəsinin qiymətini hesablayın. Deməli, əziz müəllimlər, düz bu bir cins kürəyə mərkəzdən aşağı doğru ağırlıq qüvvəsi təsir edir. Bir də baxın, bu ipdə bir gərilmə qüvvəsi yaranır və bu gərilmə qüvvəsinin də, bax, burada 2 dənə toplananı olur. Gəl, mən bunu bir balaca şeydən göstərim. Tən ortadan ki, onu göstərə bilim. Bax, bu bunun oldu MG-si. Və burada da bu T gərilməsini 2 dənə toplananına ayırsaq, düzdürmü? Biri budur. Biri nədir? Budur, düzdürmü? Biri də budur. İndi burada bu TX-dır, üfüqi toplanandır. Bu TY-dir. İndi bura alfadırsa, qarşılıqlı çarpaz bucaqlar bərabər olduğundan burada alfadır. Bucağa bitişik tərəf kosinüs demişik. Deməli, TY burada bərabər olacaq T kosinüs alfaya. TX bucaqdan uzaq tərəfdir. Onda bura düşəcəkdir T sinus alfa. İndi fikir verirsinizsə, TX bu kürəni bu səthə sıxır və səth də onun əksinə nə edəcək? Bir reaksiya göstərəcək. Onda burada qüvvələrin tarazlıq şərtini yazsaq, burada reaksiya qüvvəsindən TX, yəni T kosinus alfa tarazlaşır. MG ilə də yuxarı yönələn TY, yəni TY ilə da belə yazaq da bunu. Burada MG ilə də TY. Başqa sözlə həmən bir dənə burada T kosinus alfa yazdım, çaşıb. T sinus alfa MG ilə TY, yəni T kosinus alfa tarazlaşır. Deməli, əziz müəllimlər bizdən nəyə soruşur? İpdə yanan gərilmə qüvvəsini, bir də dayağın reaksiya qüvvəsini soruşur. Baxın, biz gərilmə qüvvəsini buradan istifadə edib tapa bilərik. Çünki MG ilə T kosinus alfa bərabərdir. MG-miz 120 bərabərdir. T vurulsun. Kosinus alfa isə 0,8-dir. Buradan da biz T-ni təyin etmiş olsaq, 120 bölünsün 0,8. Yəni, nə qədər olacaqdır? 150 Newton olacaqdır. Bu bizim gərilmə qüvvəmiz. Reaksiya qüvvəsini isə bax buradan tapa bilərik. T sinus alfaya bərabərdir. T 150-dir.
Sinüs alfamız isə 0.6-dır. Bu da bizə 90 Newtonu verəcəkdir. Deməli, gərinmə qüvvəsi 150, reaksiya qüvvəsi 90. Doğru cavabımız D variantı. Növbəti 10-cu sualımız deyir, əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılığı şəkildəki kimi olan 3 kiloqram kütləli cisim x oxu istiqamətində 10 metr/saniyə başlanğıc sürətlə hərəkət edir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Deməli, əziz müəllimlər, yenə də bayaqki kimi eləyək. Burada demişik ki, əvəzləyici qüvvə ilə təcilin qrafiki eyni olur. Onda mən nə edərəm? Elə bil ki, burada. Bax, bunu silərəm. Yerinə təcil yazım. İndi burada yerimiz olmadığı üçün silib belə eləyirəm. Amma siz qıraqda rahat göstərə bilərsiniz. Bura təcil qoyuram. Zaman eynidir. Amma bu qüvvələrin qiyməti idi, düzdürmü? Gəlin burada onda təcilə çevirək bunu. Bura F1-in qiyməti də 15. Yəni yazıram F əvəzləyici 1 bərabərdir. MA1 yazıram. Buradan da A1-i təyin etsək, F əvəzləyici 1 bölünsün M olacaq. Fikir verirsə, burada əvəzləyici qüvvənin qiyməti 15 Newtondur. Bölünsün kütlə 3, deməli, bura uyğun təcilin qiyməti 5-dir. İndi bunu silək. Bura təcilin qiymətini yazaq. Bunu pozaq buradan. Təcilin qiymətini yazaq. Nə aldıq burada təcilin qiymətini? Deməli, 5 metr/saniyə kvadratı aldıq. İndi ikincini də tapsam, elə birbaşa tapıram əziz müəllimlər. Buna A2 bərabərdir. F əvəzləyici 2 böl M yazıram. Bura 6-dır. 3-ə də bölsəm, təcil olacaq 2 metr/saniyə kvadratı ilə. Burada da 6-nı silib, yəni qüvvənin qiymətini silib, təcilin qiymətini yazacağım. Bunu da buradan silək. İkinci halda aldığımız təcilin qiymətini yazaq. Burada oldu 2. Artıq əziz müəllimlər, biz əvəzləyici qüvvə zaman qrafikindən təcil zaman grafikinə keçdik. Artıq biz məsələni sadəliklə həll edə bilərik. Nəyə görə? Çünki biz demişik ki, təcilin zamandan asılılıq qrafikində deməli, grafikin altında qalan fiqurun sahəsi bizə sürət dəyişməsini verir. Baxın, buradakı birinci qrafik budur. Grafikin altında qalan sahə budur. Bax, bu sahə bizə sürət dəyişməsini verəcək. Yəni, birinci halda delta V fiqurun sahəsidir. Bu da fikir verirsə, burada bir düzbucaqlı var. Düzdürmü? Bax, bu düzbucaqlının sahəsini tapsaq, tərəflərin hasilidir. Yəni, bir tərəf 5, digər tərəf 2-dir. Vuranda elədi nə? 10. Gəlin görən ikinci saniyənin sonunda, baxın, bu ikinci saniyənin sonunda görək cismin sürəti, bax, burada nə qədərdir? İndi sürət dəyişməsi o deməkdir ki, son sürət çıxılsın, başlanğıc sürət. Bunu bərabər edirəm 10-a. Bizə də şərtdə deyir ki, x oxu istiqamətində sürəti 10 metr/s başlanğıc sürətlə hərəkət edir. Metr/saniyə sürətlə. Deməli, proyeksiyası müsbətdir. Onda yazacağım V çıxılsın, V0-ımız 10 bərabərdir 10-a. Deməli, ikinci saniyənin sonunda son sürətimiz 20 metr/saniyədir. Deməli, əziz müəllimlər, baxın, düz bu nöqtədə son sürət, yəni ikinci saniyənin sonunda son sürət 20 metr/saniyə olur. İndi baxın, ikinci saniyənin sonundakı son sürət ikinci hərəkətin başlanğıc sürətidir. İndi ikinci qrafikin altında qalan sahə buradır. Bu da bizə sürət dəyişməsini verir. Yəni delta V bərabərdir. Buradakı fiqurun sahəsini tapsaq, bax, bu tərəf elə bura bərabərdir 2-yə. Digər tərəf də yenə də 2 ilə 4-ün arası 2-dir. Onda 2 vurulsun 2-dən 4 alıram. Yenə də sürət dəyişməsi V çıx V0-dır. Bərabər edirəm 4-ə və artıq bir də təkrar edirəm. İkinci saniyənin sonunda bizim aldığımız 20 metr/saniyə ikinci hərəkətin başlanğıc sürətidir. Onda yazacağım V çıxılsın 20 bərabərdir 4-ə. Deməli, artıq 4-cü saniyənin sonundakı sürət 24 metr/saniyə bərabər olacaqdır. Doğru cavabımız C variantı. Növbəti sualla davam edək, əziz müəllimlər. Deyir ki, kütləsi 6 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvə Fx bərabərdir -24 Newtondur. Əlbəttə ki, bu proyeksiyasıdır. 2 saniyə sonra cismin sürəti 0 olur. Buna əsasən cismin başlanğıc sürətini hesablayın. İlk öncə, əziz müəllimlər, gəlin görəyin ki, bu cismin təcili nə qədərdir? Modulunu tapaq əlbəttə ki. F bölünsün M yazaram. Qüvvə 24, kütlə də 6-dır.
Deməli, cismin təcili 4 metr bölünsün saniyə kvadratıdır. Fikir verirsə, qüvvə sola doğru yönəlib. Deməli, cismin təcili də qüvvə istiqamətində sola tərəf yönələcəkdir. Fikir verirsinizsə bizə deyir ki, 2 saniyə sonra cismin sürəti 0 olur. Deməli, son sürət 0-a bərabərdir. Bizdən isə nəyi soruşur? Bizdən isə başlanğıc sürəti soruşur. Onda biz də təcilin A bərabərdir. V çıxılsın V0 böl T yazarıq. İndi burada bir şey var əziz müəllimlər. Gördüyümüz kimi burada qüvvə ilə, daha doğrusu sürətlə təcil əks yönəldiyinə görə hərəkət yavaşlayan hərəkətdir. Onda biz V bərabərdir bunu V0 minus AT yazacağıq. Düzdürmü? Çünki qüvvə soladır, təcil də soladır və sürətin proyeksiyası müsbət, təcilin proyeksiyası mənfidir, x oxun əksinə yönəlib. Onda buradan son sürət 0 bərabərdir. Başlanğıc sürət çıxılsın təcilin qiymətini 4 tapdıq. Zamanımız da nə qədərdir? 2-dir. Buradan da onda cismin başlanğıc sürəti 8 metr bölünsün saniyəyə bərabər olacaqdır. Doğru cavabımız B variantı. 12 nömrəli sual. M kütləli A, B, C cisimləri şəkildə göstərildiyi kimi hərəkət edir. Cisimlərin aldığı təcillərin modulları arasında hansı münasibət doğrudur? Deməli, əziz müəllimlər, təcil nədir? Təcil sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsidir. Düzdürmü? Onda gəlin birinci biz A cisminin təcilini tapaq. Görürük ki, A cisminə sağa doğru 4F, sola doğru F təsir edir. Onda əvəzləyici qüvvəni tapsaq çıxırıq, eləyir 3F. Bölünsün, kütlə də M-ə bərabərdir. F böl M-ə bir A desək, onda A cisminin təcili 3A-ya bərabərdir. Sonra keçirəm buradan. Baxın, bu B cisminin təcilini tapmağa. Görürəm ki, B cisminə sağa doğru 5F, sola doğru 2F təsir edir. Yekun əvəzləyici qüvvə 3F-dir. Yenə də sistemin kütləsi M-dir. F böl M-ə A demişdik. B cisminin də təcili 3A-dır. C cisminin təcilini tapsaq, yenə də sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Görürəm ki, bu C cisminə üfüqi istiqamətdə 3F qüvvəsi təsir edir. Bax, bu perpendikulyar, yəni yuxarıdan aşağı yönələn F qüvvəsini nəzərə almırıq. Niyə? Çünki bu F qüvvəsi, bu C-yə perpendikulyar yönələn F qüvvəsi cismi hərəkət etdirməyə çalışmır. Yəni, cismi hərəkət etdirmir. Cismi yuxarıdan aşağı sıxır. Cismi hərəkət etdirməyə çalışan qüvvə 3F-dir. Onda 3F bölünsün, sistemin kütləsi Y-də M-dir. F böl M-ə A demişdik. Deməli, C cisminin də təcili 3A olacaq. Deməli, hər üç cismin təcili bərabərdir. 13 nömrəli sual. Deyir ki, verilmiş cisimlər eyni F qüvvəsinin təsiri altında modulca eyni təcillə x ox istiqamətində hərəkət edir. Eyni təcillə cümləyə fikir verin. Cisimlərin kütlələri arasında hansı münasibət doğrudur? Deməli, cismin hərəkət təcili bərabərdir. Sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Buradan biz kütləni təyin eləyəndə alırıq ki, F əvəzləyici bölünsün A-dır. Düzdürmü? Bizə deyir ki, bunlar eyni təcillə hərəkət edir. Təcil eynidir. Onda cismin kütləsi nədən asılı olacaqdır? Bu cismi üfüqi istiqamətdə dartan qüvvələrdən. Onda gəlin, bu qüvvələri proyeksiya ayıraq, amma bizə şaquli yox, üfüqi toplanan lazım. Çünki cismi hərəkət etdirən qüvvə nədir? Cismi hərəkət etdirən qüvvə üfüqi istiqamətdə yönələn qüvvədir. Bax, toplananlar bunlardır. Cismi hərəkət etdirməyə çalışan qüvvələr bax bunlardır. Buna Fx, məsələn, bunlar eyni qüvvələrdir. Bu olsun F1x, məsələn, bu olsun F2x, bu olsun F3x. İndi əziz müəllimlər, burada hər bir halda qüvvənin üfüqi toplananı nəyə bərabər olacaq? Bu Fx. Əlbəttə ki, F kosinus alfaya bərabər olacaq, düzdürmü? Ona mən gətirib nə edirəm? M bərabərdir. Bu cismi hərəkət etdirən qüvvə F kosinus alfadır. Yazıram F kosinus alfa bölünsün A. Dedik ki, bu A hamısında eynidir. Çünki şərtdə bizə deyir ki, bu eyni təcillə hərəkət edir. Qüvvələr də eynidir. Deməli, artıq burada kütlə nədən asılıdır? Bucaqdan asılıdır. Biz də bilirik ki, kosinus alfada bu bucaq artanda bu funksiya azalır. Bu funksiya azalırsa,
onda kəmiyyət də azalacaq. Yəni belə çıxır ki, m özü kosinus alfa ilə düz asılıdır. Amma bucaq artanda kosinus alfa azaldı axı. Onda belə çıxır ki, kütlə bu alfa bucağı ilə tərs mütənasib asılıdır. Bucağı kiçik olanın kütləsi də böyük olacaq. Bucağı kiçik olan birinci 1'dir, sonra 2, sonra 3. Onda belə çıxır ki, M1 böyükdür M2-dən, böyükdür M3-dən. Doğru cavabımız B variantı. 14 nömrəli sual. M1 bərabərdir 2 kiloqram və M2 bərabərdir 3 kiloqram kütləli cisimlərdən ibarət sistemdə M1 kütləli cismə şəkildəki kimi 20 Newton qüvvə təsir edir. İpdəki gərilmə qüvvəsini hesablayın. Deməli, əziz müəllimlər, neyniyək? Birinci, bu cismin hərəkət təcilini tapaq. Görək cisimlər hansı istiqamətdə necə hərəkət edirlər? Sistemin hərəkət təcili sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsidir. İndi burada M2 kütləli cismin ağırlığı var burada. M2 kiloqram kütləli cisim 3, yəni M2 3 kiloqramdır. Ağırlığı olacaqdır 30 Newton. Plus buradan F təsir edir 20 Newton. Bir də bu M1 kütləli cismin özünün ağırlığı var. M1 2 kiloqramdır. Bunun da ağırlığı olacaq 20 Newton. Onda sistemə təsir edən əvəzləyici qüvvəyə baxsaq, sol tərəfdən 40, sağ tərəfdən 30-dur. Bunları çıxırıq. 40-dan 30 çıxırıq. 40 çıxılsın 30. Bölünsün kütlə də ümumi sistemdə neçə kiloqramdır? 2 ilə 3, yəni 5 kiloqramdır. Bu da bərabərdir 10 bölünsün 5-dən 2 metr böl saniyə kvadratı. Deməli, bu cisimlər 2 metr böl saniyə kvadratı təcillə hərəkət edir. Və sol tərəf ağır olduğuna görə sol tərəf bir A təcili ilə, yəni 2 metr böl saniyə kvadratı təcillə aşağı düşəcək. Sağ tərəf həmən o 2 metr böl saniyə kvadratı təcillə yuxarı qalxacaq. Bizdən də ipdəki, yəni bu gərilmə qüvvəsini soruşur. Fərqi yoxdur, bura görə tapa bilərik. Hər ikisinə görə tapa bilərik. Burada gərilmə qüvvəsi cisimdən ip boyunca yuxarı yönəlir. İndi bax, köklənirəm bu hissəyə. Bu hissəyə baxanda görürəm ki, M2 kütləli cismə yuxarı doğru gərilmə, aşağı doğru 30 Newton qüvvə təsir edir və təcil istiqamətində olan qüvvə daha böyükdür demişik. Burada da təcil istiqamətində olan qüvvə gərilmə qüvvəsidir. Onda biz gərilmə qüvvəsindən bu 30 Newtonu çıxıb bərabər eləyəcəyik M2 aya. M2 dediyimiz 3 kiloqramdır. Vurulsun təcildə nə tapmışıq? Təcil də biz tapmışıq burada 2. Onda T buradan nəyə bərabərdir? 36 Newtona bərabərdir. Eyni ipdə eyni qədər zaten gərilmə olur. Həmçinin bura görə də tapa bilərik. Bura görə tapsaq, indi görürük ki, artıq cisim burada aşağı doğru A təcilini hərəkət edir. Təcil istiqamətində olan qüvvə daha böyükdür. Bu da 20 ilə 20 40-dır. 40-dan çıxırıq T-ni bərabər edirik M1A. M1 2-dir, təcil də 2-dir. T buradan yenə də 36 Newtona bərabər olur. Yəni, hər iki tərəfə görə eyni cavabı alacaqsınız. 15 nömrəli sual. A və B cisimlərinin aldığı təcilin əvəzləyici qüvvədən asılılıq qrafik verilib. Bu iki cisim bir-birinə bağlanaraq 48 Newton qüvvənin təsiri altında hansı təcillə hərəkət edir? Deməli, əziz müəllimlər, gəlin həm A cisminin, həm də B cisminin kütləsini tapaq. A cisminin kütləsini tapmaq üçün A cisminə təsir edən qüvvəni bölürük A cisminin təcilinə, hərəkət təcilinə. A-ya təsir edən qüvvə deməli 8 Newtondur. Bölünsün A cisminin təcili 2 metr böl saniyə kvadratı. Deməli, A cisminin kütləsi 4 kiloqramdır. Həmçinin B cisminin kütləsini tapa bilərik. Deməli, B cisminin kütləsini tapmaq üçün B cisminə təsir edən qüvvəni bölürük B cisminin təcilinə. B cisminə təsir edən qüvvə 16 Newtondur. Bölünsün, elə B cisminin də təcili 2 metr böl saniyə kvadratıdır. Buradan da aldıq 8 kiloqram. İndi bu bizə deyir ki, bu iki cisim bir-birinə bağlanaraq 48 Newton qüvvənin təsiri altında hansı təcillər hərəkət edir? Tamam. Deməli, yazarıq ki, A bərabərdir F əvəzləyici bölünsün M sistem. Deməli, buradan da yazarıq ki, F əvəzləyici bölünsün. Sistemin kütləsi deyəndə burada A ilə B-dir. İndi bunlar bir-birinə bağlanıblar. Onda sistemin kütləsinin yerinə yazacağıq. MA üstə gəlinsin MB. Buradan da A bərabərdir. Sistemə təsir edən, bax, deyir, bir-birinə bağlanaraq 48 Newton qüvvə təsir edir. Deməli, 48 bölünsün, kütlələr cəmi 12. 48-də 12-yə böləndə alırıq, 4 metr bölünsün, saniyə kvadrat. Doğru cavabımız Y variantı. 16 nömrəli sualla davam eləyək, əziz müəllimlər. 16 nömrəli sualda deyir ki, O nöqtəsindəki maddi nöqtəyə F1, F2 və F3 qüvvələri şəkildəki kimi təsir edirlər.
Cismə təsir edən əvəzləyici qüvvə 0 olduğuna görə, baxın bu əvəzləyici qüvvə 0 olduğuna görə F2 və F3 qüvvələri neçə newtondur? Gəlin biz burada F1 qüvvəsini 2 dənə toplananına ayıraq. Biri budur. Düzdürmü? Biri budur. Biri də baxın budur. Biri də budur. İndi bu şagili olacaqdır F1 qüvvəsinin Y toplananı, bu üfüqi də olacaqdır F1 qüvvəsinin X toplananı. Gəlin ayrı-ayrılıqda tapaq. F1 X bucağa bitişik tərəfdir. Olacaq F1 kosinüs alfa. Bunun qiymətini hesablasaq F1'imiz 25'dir. Vurulsun kosinüs 37 0.8. Buradan nə alırıq? 20 Newton alırıq. F1 Y tapsaq F1 vur sinüs alfa yazacağıq. F1'imiz 25 vurulsun sinüs 37 0.6. Bu da ne eləyir? 15 Newton olur. Fikir verirsinizsə yuxarı doğru 15 Newtondur. Əvəzləyici qüvvənin 0 olması üçün onda gərək F3 də nə olsun? 15'e bərabər olsun ki, yuxarı 15 ilə aşağı 15 bir-birini sıfırlasın. Sola doğru 20'dir. Gərək F2 də sağa doğru 20 olsun ki, bir-birini sıfırlasın və yekun əvəzləyici qüvvə 0 olsun. Belə çıxır ki, onda F2 20 Newtona bərabərdir. F3 isə 15 Newtona bərabərdir. Doğru cavabımız B variantı. 17 nömrəli sual. A, B və C cisimlərinə təsir edən qüvvələrin onların aldığı təcillərdən asılılıq qrafik verilib. Buna əsasən bu cisimlərin MA, MB və MC kütlələrini müqayisə ilə. F bərabərdir düsturumuz MA-dır. Buradan M-i tapanda alırıq. F bölünsün A. Gəlin birinci A cisminin kütləsini tapaq. A cisminin kütləsini tapanda A-ya təsir edən qüvvəni bölürəm A-nın təcillinə. Yəni 27-ni böldüm 3-ə. Aldım nə? 9. Düzdürmü? Sonra indi keçəyin B cisminin kütləsini tapmağa. Görürəm ki, B cisminə təsir edən qüvvə də 20-dir. B cisminin təcili isə 9-dur. Onda 27 bölünsün 9-dan bu oldu 3 kiloqram. C cisminin kütləsini tapanda C cisminə təsir edən qüvvə 9 bölünsün C cisminin təcili o da 9. Buradan da aldıq 1 kiloqram. Müqayisə eləyəndə görürük ki, A böyükdür B-dən, o da böyükdür C-dən. Yəni doğru cavabımız Y variantı. 18 nömrəli sual. Şəkildə verilən qüvvələrin əvəzləyicisini tapın. Deməli, əziz müəllimlər, burada biz nə edəcəyik? Fikir verirsinizsə, birinci vektorun sonuna ikinci vektorun başlanğıcı söykənib, düzdürmü? Onda başlanğıcdan sona çəkilən bu vektor digər iki vektorun cəmidir. Elə deyilmi? Digər tərəfdən də bu vektorun sonuna digər vektorun başlanğıcı söykənib və bu vektor da başlanğıcdan sona çəkilən vektordur. İndi fikir verin, nə alırsınız? Bax, indi bu hissəni pozuram. Bir dənə ümumi baxaq. Deməli, buranın ümumi uzunluğu 10'a bərabərdir. Bax, məsələn, gəl burada qüvvələri adlandıraq. Məsələn, bura F1 deyirəm, buna F2 deyirəm, buna F3 deyirəm, buna F4 deyirəm, buna F5 deyirəm. Ümumi bir qüvvəyə də F6 deyirəm. Fikir verək indi. F1 ilə F2'nin əvəzləyicisi bizə ümumi F6'nı verir. Bax, bu F1 ilə bizdən yekun əvəzləyici qüvvəni soruşur. Gəl, əvəzləyici qüvvəni yenə yazarıq. F1, üstə gəl, F2, üstə gəl, F3, üstə gəl, F4, üstə gəl, F5, üstə gəl, F6. Burada F1 ilə F2'nin cəmi, bax, bu F1 ilə F2'nin cəmi F6'nı verir. Vektorların toplanma qaydasına görə. Digər tərəfdən bu F4 ilə F5'in də cəmi bizə F3 verir. Bax, bu F4 ilə də F5'in cəmi bizə F3 verir. Onda deməli nə alırıq biz burada? Gəlin hesablayaq. Bir dənə F6, bir dənə F6. Elədim 2 dənə F6. Bax, alındı 2 dənə F6. Bunu bərabərlik qoyaq. F6, F6. Deməli 2 dənə F6 oldu. Üstə gəlinsin. 2 dənə də F3 oldu da. Düzdürmü? 2 dənə də F3 oldu. Hə, əziz müəllimlər, burada bir şey var. Bu 10 deyil. Bu ümumi, bax, buradan bura qədər 10'dur. Onda bu ümumi 13'dür. İndi burada bir şey var. Bu 13'dürsə, deməli F6 bizdə ümumi olmalıdır. Bax, bu F6 dediyimiz ümumi 13 Newtona bərabərdir. Bəli. 13 Newtona bərabərdir. Onda bu hissə belə olmalıdır da. Deməli,
2 dənə F6 oldu. Çünki F1-in F2-nin cəmi ümumi F6-nı verir. Bir dənə də F6 zaten burada vardı. 2 dənə F6 elədi mi? Plus da bu F4 ilə F5-in cəmi də bu F3 verir. Bir dənə də F3 oldu. 2 dənə F3 yox, bir dənə F3 oldu. Çünki bax, bunun əvəzləyicisi bizə bunu verir. 3 Newton verir. Onda bir dənə də F3 oldu burada. Deməli, buradan 2 vur. F6 20'dir. Daha doğrusu F6 13 oldu da. 2 dəqiqə 13 oldu. F6 dediğimiz buradan bura kadar 3 ile onun cəmi 13'dür. 2 vur 13 üstə gəlsin. F3 də 3. Buradan alırıq 29 Newton. Yəni bu hissənin yazası olsaq, bax belə olur. F1 ilə F2-nin cəmi F6-nı verir. Üstə gəlinsin. Burada bir də var F4, F5. Bu da bizə F3 verir. Belə bir şey olur. Plus da burada bir dənə F6'mız var. 19 nömrəli sual. Cismə 8, 10 və 6 Newtonluq 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin ən böyük qiyməti ilə ən kiçik qiymətin fərqi. Ən böyük qiymətin deyəni nə edirdik əzməlimlər? Topluyurduq. 10 üstə gəl 8, 18 üstünə də 6 gələndə 24 Newton. Bəs əvəzləyici qüvvə necə tapılır? Fikir verirsinizsə şərtdə bizə qüvvələr bir düz xətt boyunca yönəlib sözünü demir. Onda nə edirik? Hər hansı bir qüvvəni götürürük. Məsələn, bu F1'dir, bu F2'dir, bu F3'dür. Götürdüyümüz hər hansı bir qüvvə. Məsələn, mən F2'ni götürdüm. Götürdüyüm bu qüvvə digər iki qüvvənin fərqindən böyükdür bərabər, cəmindən kiçikdir bərabərdirsə, onda əvəzləyici qüvvənin ən kiçik qiyməti 0-a bərabər olur. Məsələn, mən 10'u götürdüm. 10 digər ikisinin fərqi olan 2'dən böyükdür bərabər, yəni böyükdür. Cəmindən isə necədir? Cəmi də 14'dür, kiçik bərabər. Düzmü? Gördünüz mü? Bu şərti ödür. Məsələn, 8 götür. 8 10 ilə 6'nın fərqindən böyük, cəmindən nədir? Deməli 8'i götürdük də, cəmindən isə kiçikdir. Məsələn 6'nı götürün. 6 bunların fərqindən böyük, cəmindən isə kiçikdir. Fikir verdinizmi? Hər bir ödəyir. Deməli əvəzləyici qüvvənin ən böyük qiyməti 24, əvəzləyici qüvvənin ən kiçik qiyməti isə 0'dır. Bizdən bunların fərqini soruşur, elə 24 Newton olacaq. 20 nömrəli sual. Sürtünməsiz yolda A, B və C cisimləri F qüvvəsi ilə dartıldığı zaman A ilə B arasındakı ipdə gəlinmə qüvvəsi T1 olur. B ilə C arasındakı ipdə T2 olur. Buna əsasən. Deməli 20 nömrəli suala baxırıq. Burada məsələ nədir? Bizə deyir T2 T1'dən böyükdür. Bu bəlli məsələdir. İndi burada dartıldığı zaman A ilə B arasında ipdə gəlmə qüvvəsi T1 olur. Bu bəlli məsələdir. Nəyə görə? Çünki T1 bir dənə cismə təsir edən qüvvədir, amma T2 2 dənə cismə təsir edən qüvvədir. Deməli 2 dənə cismə təsir edən qüvvə bir dənə cismə təsir edən qüvvədən böyük olardı hər halda, düzdürmü? Deməli T2 T1'dən böyükdür. Deyir ki, C cisminin kütləsi artarsa, T1 artar. Deməli əzməlimlər, burada C cisminin kütləsinin artmağı niyə T1'i artırsın ki və ya azaltsın ki, düzdürmü? Çünki T1 burada A cisminə təsir edən qüvvədir. Yəni A cisminə təsir edən qüvvədir. Burada C'nin kütləsinin artmağı T1'i artırmayacaq. Amma üçüncü varianta fikir verin. Deyir F qüvvəsi azalarsa T2 azalar. Niyə azalar? Məsələn, bu qüvvə əvvəl tutaq ki, məsələn 20 Newton idisə, burada hər hansı bir T2 qiyməti tutaq ki olacaqdır. Məsələn, gəlin özümüzdən məsələn ədəd qoyaq. Məsələn, ən pis halda gəlin bir dənə ədəd qoyaq bu hissəsinə. Məsələn, bu olsun. Bu olsun tutaq ki 2 kiloqram, bu olsun 3 kiloqram, bu olsun 5 kiloqram. Tutaq ki əvvəl qüvvə 20'dir. Görək bizim bu T2 qüvvəmiz nəyə bərabər olar? Deməli 20 burada nəyə də artır? 20 hamısını da artır, 10'u da artır. Bərabərdir. T2 isə 2 ilə 3'ü, yəni 5 kiloqram da artır və T2 buradan nəyə bərabər olur? 10 Newtona bərabər olur. Məsələn, indi mən bu qüvvəni azaldıram. Tutaq ki 10 Newton eləyirəm. Bax, azaltdım 10 elədim. İndi 10 Newton 10'u da artır. Düzdürmü? T2 isə nəyə də artır? 5'i də artır. Fikir ver, T2 buradan nəyə bərabər oldu? 5 Newtona bərabər oldu. Əvvəl T2 10 idi, qüvvə 20 olanda. İndi qüvvə 10 olanda T2 5 Newton oldu. Deməli, həqiqətən də F qüvvəsi azalanda T2 də azalır. Deməli, 1 ilə 3 fikirləri doğru fikirlərdir.
Məsələn, gəlin əziz müəllimlər, burada məsələn iki variantını da aydınlaşdırmağa çalışaq. Qoyun bizə qaranlıq qalmasın. Görün nə edirəm. Tutaq ki, əvvəl məsələn qüvvəni 20 Newton qoymuşam. Deməli dedik ki, 20 nəyi də artır? 20 hal-hazırda 10-u da artır. T1-i tapsam, T1 nəyi də artır? 2-ni də artır. Deməli burada T1 nəyə bərabərdir? 4 Newtona. İndi qüvvə yenə də olduğu kimi qalsın 20. Mən cismin kütləsini, C cismin kütləsi 5-dir. Bir vahid artıram, məsələn 6 eləyirəm. Yazıram 20 bölü 6. Daha doğrusu 6 olmur. İndi bu 6 olandan sonra ümumi kütlə 11 olur da. Onda yazıram. 20 bölünsün 11 bərabərdir. T1 bölünsün 2. Burada nə baş verir? Bax, olur. T1 buradan bərabər olur. 40 bölünsün 11-ə. Yəni bu da nə eləyir? 3 tam 11-də 7. Fikir verin, 4 Newton idi. İndi 3 tam 11-də 7 Newton oldu. Yəni azaldı. Yəni bu azalmalıydı, amma artar deyir. Ona görə yanlış olur. 21 nömrəli sual. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdə K və L cisimləri 2F və 3F qüvvələrinin təsiri ilə hərəkət edir. İplərdəki gərinmə qüvvələrinin 2T və 3T olduğunu bilərək cisimlərin MK böl ML nisbətini təyin edin. Deməli, sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdir, K və L cisimləridir. Bu şəkildə hərəkət edirlər. Bizdən isə MK böl ML nisbətini istəyir. Tamam. Deməli, əziz müəllimlər, birinci şəklə baxsam, bax bu şəkil 1 olsun. Bu da şəkil 2 olsun. Şəkil 1-ə baxanda görürəm ki, burada 2F nəyi də artır? 2F həm K-nı, həm L-i də artır. Ona görə yazıram MK üstə gəlinsin ML bərabər olmalıdır. 3T nəyi də artır? 3T yalnız K cismini də artır. MK yazıram. Bax, bu olsun burada. İkinci şəklə baxıram. Görürəm ki, 3F nəyi də artır? Yenə də həm K-nı, həm L-i də artır. Onda yazıram MK üstə gəlinsin ML bərabərdir. 2T, yəni bu ipdəki gərilmə qüvvəsi nəyi də artır? Yalnız L cismini də artır. Buna da ML deyirəm. Tamam. İndi burada belə bir şey eləyək. Çarpaz şəkildə bu birinci ifadəni vursaq, alacağıq ki, 3T vurulsun, MK üstə gəl, ML bərabərdir. 2F vurulsun, MK. Belə də saxlayaq. İkinci ifadəni yazsam, burada olacaqdır deməli 2T vurulsun, MK üstə gəlinsin ML bərabərdir. 3F vurulsun ML. Gəlin indi bu ifadələri tərəf-tərəfə bölək. Bu bizim birinci ifadəmiz olsun, bu bizim ikinci ifadəmiz. İfadələri tərəf-tərəfə bölək. Deməli, sol və sağ tərəfləri bölürük. 3T vurulsun MK üstə gəl ML-i bölürəm sağ tərəfdəki ifadənin sol tərəfinə. Yəni 2T vurulsun MK üstə gəl ML bərabərdir. Sol tərəfdə ifadənin sağ tərəfi, yəni 2F vurulsun MK-nı bölürəm ikinci ifadənin sağ tərəfinə, yəni 3F vurulsun ML. Fikir verirsinizsə, bax buradan T'lər ixtisar getdi. MK plus M'lər getdi. F'lər də getdi. Nə aldıq? Sol tərəfdə aldıq ki, 3 bölünsün 2. Sağ tərəfdə aldıq 2 vurulsun MK bölünsün 3 vurulsun ML. İfadəni gəlin bu ifadəni tərəfdən, yəni çarpaz şəkildə vuraq. Deməli alırıq ki 4MK bərabərdir 9ML. Bizdən də nəyi soruşur? MK böl ML nisbətini soruşur. Burada yazarıq ki MK bölünsün ML bərabərdir. Olacaqdır 9 bölünsün 4. Yəni doğru cavabımız Y variantı. 22 nömrəli sual. Deyir ki, sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdə K və L cisimləri 90 Newtonluq qüvvənin təsiri ilə tarazlıqdadır. Buna əsasən o qüvvə yox edilərsə, sistemin təcilini və L cisminin kütləsini hesablayın. Deməli, əziz müəllimlər, burada fikir verirsinizsə, deyir, K və L cisimləri 90 Newtonluq qüvvənin təsiri ilə tarazlıqdadır. Necə tarazlıqda ola bilər? Bu tərəf 90-dırsa, gərək buna aşağı təsir edən qüvvə də 90 Newton olsun ki, bu cisim tarazlıqda qalsın. Deməli, L cisminə təsir edən qüvvə 90 Newtonda. Onda deməli, L cisminin kütləsi nə qədər imiş ki, onun ağırlığı 90 Newton olub. Deməli, L cisminin kütləsi 9 kiloqramdır. Hə, artıq biz L cisminin, deməli, buradan kütləsini tapandan sonra nə edirik? Bizə deyir ki, bu qüvvə yox edilərsə, bax, mən indi bunu buradan yox eləyirəm.
Düzdürmü? Bax, bunu buradan yox eləyək. Bizə deyir ki, bu qüvvə buradan yox edilərsə, deməli, təcil nə qədər olar? Bu qüvvə buradan yox ediləndən sonra görürəm ki, bu cismə yalnız aşağı doğru 90 Newton qüvvə təsir edir. Yəni, əvəzləyici qüvvə 90 Newtondur. Onda yazacağım ki, burada A bərabərdir sistemə təsir edən əvəzləyici qüvvə bölünsün nə qədər? Sistemin kütləsi. Sistemə yalnız 90 Newton aşağı doğru qüvvə təsir edir. Sistemin kütləsi də 9 kiloqramdan 1 kiloqramdır. Yəni 10 kiloqramdır. 90-ı da ona böləndə nə alırıq? 9 metr böl saniyə kvadratı alırıq. Doğru cavabımız B variantı. 23 nömrəli sual. Sürtünməsiz üfüqi səthdə sükunətdə olan 6 kiloqram kütləli cismə 4 Newton və 20 Newtonluq qüvvələr təsir edir. Buna əsasən cismin aldığı təcil hesabla. Deməli, əzməlimdə bu sürtünməsiz bir üfüqi səthdir. Gördüyümüz kimi F2 qüvvəsi cismə bucaq altında təsir edir. Onda bu qüvvəni 2 dənə proyeksiya ayıram. Biri şaquli, bu FY-dir. Digəri isə üfüqi, bu FX-dir. Əsas burada lazımdır bizdə cismi hərəkət elətdirən qüvvə. O da nədir? FX-dir. Bu FX-i tapmaq üçün mən yazıram. F2 kosinus 37 dərəcə. Bu da bərabərdir. F2-miz 20 vur. Kosinus 37 də 0.8. Deməli, bu cismə üfüqi istiqamətdə təsir edən qüvvə 16 Newtondur. Bu bizə F-Y niyə lazım deyil? Çünki bu cismə aşağı doğru ağırlıq, yuxarı doğru reaksiya təsir edir. Zaten bu qüvvələr bir-birini tarazlaşdıracaqdır. Onda yazıram ki, A bərabərdir. Sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Sistemə gördüyümüz kimi sağa doğru 16, sola doğru 4 Newton qüvvə təsir edir və bu qüvvələr əks yönəldiyinə görə çıxıram. 16 çıx 4 bölünsün. Kütlələ nə qədərdir? Şərtdə 6 kiloqram verib. 16 çıx 4, 12, 6 da böləndə 2 metr bölünsün saniyə kvadratı olur. Doğru cavabımız A variantı. 24 nömrəli sual. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı şəkildəki sistemdə K, L və M cisimləri sərbəst buraxılır. Buna əsasən cisimlərin təcilinin neçə metr böl saniyə kvadratı olduğunu tapın. Deməli, əziz müəllimlər, baxın, bu 2 kiloqram kütləli cismin ağırlığı 20 Newton. Bu L cisminin, yəni 8 kiloqram kütləli cismin ağırlığı isə 80 Newtondur. Fikir verirsinizsə, bu cismin ağırlığı isə 50 Newton nəzərə alınmayacaq. Çünki bu yuxarı doğru yönələn reaksiya ilə tarazlaşır. Onda görürük ki, sağ tərəf 20, sol tərəf 80-dır. Onda sol tərəf aşağı doğru müəyyən bir təcillə düşəcək. Sağ tərəf müəyyən bir təcillə yuxarı doğru qalxacaq. İndi biz də bu təcili tapmaq üçün sistemə təsir edən əvəzləyici qüvvəni bölməliyik sistemin kütləsinə. İndi əziz müəllimlər, burada bir şey var. Sol tərəfdən 80, sağ tərəfdən 20 Newton qüvvə təsir edir. Bunların əvəzləyicisini tapsaq 80 çıx 20 bölünsün sistemin kütləsi deyəndə artıq biz burada 8 kiloqramdan 2 kiloqramı götürəcəyik. Nəyə görə? Çünki bax, bu 80 Newton 20-dən çox olduğuna görə bu tərəf aşağı düşdəndə başlayacaq bu ip yığılmağa. Bu ip yığıldığı üçün bu M cismi hərəkət etməyəcək. Yəni, sistemdə iştirak etməyəcək. Ona görə onun kütləsi nəzərə alınmayacaq. Yalnız sistemdə hərəkətdə iştirak edən cisimlərin kütlələri nəzərə alınacaq. O da 8 kiloqramla 2 kiloqram, yəni 10-dur. 80 çıx 20, 60, ona da böləndə 6 metr bölünsün saniyə kvadratı olacaqdır. Cismin təcili. Doğru cavabımız B variantı. 25 nömrəli sual. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistem sərbəst buraxıldığı zaman ipdəki T gərilməsini tapın. Sürtünmə də nəzərə alınmır. Bu cismə aşağı doğru buradan 40 Newton ağırlıq qüvvəsi təsir edir. Buradan 30 var, buradan 30 var. Yəni, bu X cisminin ağırlığı 30 Newtondur. Y cisminin ağırlığı da 30 Newtondur. Amma bunlar reaksiya qüvvəsi ilə dediyimiz kimi tarazlaşdığına görə bu qüvvələr nəzərə alınmır. Onda sistemə yalnız yekun qüvvə olaraq, yəni əvəzləyici qüvvə olaraq 40 Newton təsir edir. Onda gəlin biz sistemin təcilini tapaq. Sistemə yalnız 40 Newton əvəzləyici qüvvə təsir edir. Bölünsün sistemin kütləsi 3, 3, 4, yəni 10 kiloqramdır. Deməli, bu cisimlər 4 metr böl saniyə kvadrat təcillə hərəkət edir. Yəni, həm X cismi, həm də Y cismi sağa doğru bir A təcili ilə hərəkət edir. Z cismi də aşağı doğru həmən bu tapdığımız 4 metr böl saniyə kvadrat təcillə hərəkət edirlər. İndi ipdəki gərilmə qüvvəsini tapmaq üçün uşaqlar fikir verirsinizsə,
Daha doğrusu üzr sayın müəllimlər. İndi burada bu X cisminə təsir edən gərinmə qüvvəsi cisimdən ip boyunca yönəlir. Onda belə çıxır ki, biz bu gərinmə qüvvəsini tapmaq üçün nə yazmalıyıq? Mx, yəni X cisminin kütləsi vurulsun, təcil yazmalıyıq. Bu da bərabərdir. X cisminin kütləsi 3-dür, təcili də 4 tapmışıq. Onda gərinmə qüvvəsi 12 Newton olacaq. Doğru cavabımız bizim burada olacaqdır C variantı. Həmçinin burada əziz müəllimlər, Y cisminə görə də biz gərinmə qüvvəsini tapa bilərik. Baxın necə taparıq. Bax, buranı pozuram qarışmasın deyə. Deməli, bunu necə təyin edə bilərik? İlk öncə buranı taparıq. Buradakı gərinmə qüvvəsini taparıq. Bu da necə olar? Bura bir T desəm, bura bir T desəm və yaxud T' desəm. Burada 40 T'-dən böyükdür də, çünki cisim aşağı doğru gəlir. Onda mən yazaram ki, 40 çıxılsın T' bərabərdir mz vura. Yəni z-in kütləsi 4, təcillə nə tapmışıq? 4. Deməli, buradan T' nəyə bərabərdir? 24 Newtona bərabərdir. Onda bura 24-dürsə, eyni ipdə eyni qədər gərinmə olduğuna görə, bax, bura da 24-dür. Bir də buna cisimdən ip boyunca sola doğru bir T təsirdir. Bax, bizdən də bu T-ni soruşur. İndi bu cisim sağa doğru bir A təcinə getdiyinə görə, deməli 24 bu T-dən böyükdür. Onda yazaram ki, 24 çıxılsın T bərabərdir my vura. Yəni Y cisminin kütləsi 3, təcil də 4-dür. Yenə də buradan gərinmə qüvvəsi 12 Newtona bərabər olur. Yəni hər iki üsuldan tapa bilərsiniz. 26 nömrəli sual, sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistemdə 6 kiloqramlıq kütləyə 100 Newton qüvvə təsir edir. Buna əsasən ipdə yaranan gərinmə qüvvəsini bizdən soruşur. Yəni bax, burada yaranan bu gərinmə qüvvəsini soruşur. Bu qüvvəni toplananlarına ayırsaq, görək bu cismə üfüqi istiqamətdə nə qədər qüvvə təsir edir. Buna bir fx desəm, bunu da tapanda f kosinus alfa yazırıq. Yəni f kosinus 37 dərəcədir burada. Buradan da f'imiz 100-dür, kosinus 37 də 0.8. Deməli buna, yəni bu 6 kiloqram kütləli cismə sağa doğru üfüqi istiqamətdə 80 Newton qüvvə təsir edir. Aha, onda buradan nə edərik? Bura 80-dırsa, onda burada nədir? 80-dır, düzdürmü? Burada 80-dır. Buna da aşağı doğru 4 kiloqramın ağırlığı 40 Newton təsir edir. Təsir edir əziz müəllimlər. Gəlin onda biz burada bir dənə sistemin təcilini də tapaq. Sistemin təcilini tapanda sistemə təsir edən əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. Buna yuxarı doğru sanki 80, aşağı doğru 40 təsir edir. Yekun qüvvə 40-dır. Bölünsün sistemin də kütləsi 10-dur. Deməli, bu cisimlər 4 metr bölü saniyə kvadrata təcil hərəkət edirlər. 80 40-dan böyük olduğuna görə bu cisim müəyyən bir A təcili ilə yuxarı doğru gedəcəkdir. Onda baxıram ki, yuxarı doğru T var, yuxarı doğru 80 var, aşağı doğru 40 var. Bu 40-ı onlardan çıxıram, əks yönəlib çünki bərabər eləyirəm. 4 kiloqram, çünki mən bu 4 kiloqrama təsir edən qüvvəyə baxıram axı. Deməli, 4 vurulsun təcillə nə tapmışıq? 4 tapmışıq. Buradan da əziz müəllimlər, burada müəllimlər, mən bir anlıq diqqətsiz elədim. Yox, bax, bu hissədə diqqətsiz elədim. Nəyə görə? Çünki bu qüvvəni mənə ona görə lazım idi ki, mən sistemin təcilini tapım. Sistemin təcilini tapandan sonra artıq gəlirəm bu cismə. Bu cismə də yuxarı doğru gəlinmə, aşağı doğru 40 Newton təsir edir. Və cisim bu 80 40-dan böyük olduğuna görə bu cisim bax bu istiqamətdə hərəkət edir. Yəni A təcili yuxarı qalxır. Onda T 40-dan böyükdür. Yazacağım T çıx 40 bərabərdir mz vurulsun A. Buradan da T çıxılsın 40 bərabərdir. Burada z falan yoxdur. Əziz müəllimlər, üzrlü sayın, bir balaca yorğunam. Burada heç z yoxdur. Tutmuşam elə z deyirəm bayaqdan. Yəni bu 4 kiloqramdan gedir söhbət. Buna görə bir MA deyirəm, yaxud M1 deyək. T çıx 40 bərabərdir. Bu cismin kütləsi 4-dür. Təcil də 4 tapmışıq. Buradan T olur 56 Newton. Bir balaca yorğunçuluqda əziz müəllimlər, hazırlıqdan çıxmışam. İstəyirəm ki, bu izahlardan sizlər üçün paylaşım. Ən azı kitabı işləyən müəllimlər varsa, yaza bilmədiyi suallar olsa yaza bilsinlər. Buna görə neysə çaşa bilərəm, buna görə üzrlü sayarsınız. 27 nömrəli sualımıza baxaq. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistem sərbəst buraxıldığı zaman Y və Z cisimləri arasındakı T ip gərilməsi neçə Newton olar? Deməli, əziz müəllimlər, bu X cisminin ağırlığı aşağı doğru olacaq 40 Newton. Bu Z cisminin ağırlığı aşağı doğru olacaqdır 20 Newton. Bu Y cisminin də burada ağırlığı var 40 Newton. Amma dediyimiz kimi bu
nə ilə tarazlaşır? Reaksiya qüvvəsi ilə tarazlaşır. Ona görə o bizə lazım olmur. Onda biz buradan cisimlərin hərəkət təcilini tapsaq, gördüyümüz kimi sol tərəfdən 40, sağ tərəfdən 20 təsir edir aşağı doğru. Onda əvəzləyici qüvvəni tapsaq, 40 çıxılsın 20 bölünsün. Sistemdə isə 4, 4, 2, yəni ümumilikdə 10 kiloqram kütlə iştirak edir. 40 çıx 20, 20 ona da böləndə 2 metr böl saniyə kvadrat olur. Deməli, bu cisimlər 2 metr böl saniyə kvadratı təcil hərəkət edir. Sol tərəf daha ağır olduğundan sol tərəf aşağı düşəcək, sağ tərəf yuxarı qalxacaq. Onda biz bax, buradakı ipdəki gərinmə qüvvəsini tapmaq istəsək, deməli, nə edəcək? Rəngi dəyişim. Bax, burada tapmaq istəsək, görürəm ki, Z cisimdən ip boyunca yuxarı gərinmə təsir edir və təcil istiqamətində olduğuna görə gərinmə qüvvəsi. Deməli, bu 20 Newtondan böyükdür. Onda yazacağım T çıxılsın 20 bərabərdir. MZ vurulsun A. Buradan da T çıxılsın 20 bərabərdir. Z cisminin kütləsi 2, təcil də 2-dir. Onda T buradan olacaqdır 24 Newton. Doğru cavabımız A variantı. 28 nömrəli sual. Kütlələri 2 kiloqram və 4 kiloqram olan iki cisim sürtünmə qüvvəsinin nəzərə alınmadığı səthdə 30 Newtonluq qüvvənin təsiri ilə hərəkət etdirilir. Buna əsasən ipdəki gərinmə qüvvəsinin neçə Newton olduğunu tapın. Bunu proyeksiyalasaq, əziz müəllimlər, deməli bu şaqili toplanan olacaqdır FY, bu da üfüqi toplanan olacaqdır FX. Və burada gördüyümüz kimi bu cisimləri hərəkət etdirməyə çalışan bu 30 Newtonun X oxu üzrə proyeksiyasıdır. Yəni üfüqi toplananıdır. Onda mən bunu tapmaq üçün F kosinus 37 dərəcə yazacağım. Bucağa bitişik tərəfdir. Bu da bərabərdir. F'im 30'dur. Kosinus 37 də 0.8'dir. Buradan nə alırıq? 24 Newton. Deməli, indi əziz müəllimlər, dediyim kimi, burada gördüyümüz kimi cismi hərəkət etdirən qüvvə bu 30 Newtonun üfüqi toplananıdır 24. İndi artıq bu bizim öyrəşdiyimiz hala gəldi. Necə təyin edirdik? Görürük ki, burada 24 nəyi də artır? 24 həm 2 kiloqramı, həm də 4 kiloqramı da artır. Onda ümumi 6'dır. 24'ün 6 nisbəti bərabərdir. Bu T isə gördüyümüz kimi yalnız 2 kiloqramı da artır. Onda yazacağım T bölünsün 2. Buradan da T nəyə bərabər olacaq? 8 Newtona bərabər olacaqdır. Doğru cavabımız B variantı. 29 nömrəli sual. Sürtünməsi nəzərə alınmayan şəkildəki 8M kütləli cisim neçə saniyə sonra yerə çatar? Deməli, neçə saniyə sonra yerə çatar? İlk öncə, əziz müəllimlər, gəlin biz ümumi təcili tapaq. Ümumi təcili tapsaq, deməli, necə olacaq? Sol tərəf, bax, buranın ağırlığıdır, 8 mg'dir. Sağ tərəf isə m-lə 2m, birlikdə göstərəcəm buradan, 2 mg'dir. Onda buradan təcili tapsaq, 8 mg ilə 2 mg əks yönəldiyinə görə çıxıram. 8 mg çıxılsın 2 mg. Bölürəm məxrəcdə kütlələr cəminə. 8m, mm cəmi nə qədərdir? 10 m'dir. Buradan alırıq ki, 6 mg bölünsün 10 m. M'lər gedir, J də 10'dur. 6'nı 10'a vurdum. 60, yəni onlar ixtisar getdi. Buradan təcilimiz oldu. 6 metr bölünsün saniyə kvadratı. Artıq bu cisim buradan deməli nə edəcək? Sərbəst düşmə hərəkəti icra edəcək. Onda biz düşdüyü hündürlüyü də bilirik. Düzdürmü? Bunun təcilini də bilirik. Onda belə yazarıq. S bərabərdir AT kvadratı böl 2 yazarıq. Buradan biz T'ni təyin etsək, olacaq kökün altında 2S bölünsün A. Və yaxud 2H böl A, fərqi yoxdur. Buradan bu da kökün altında 2 vurulsun. Düşdüyü hündürlük 12. Bölünsün təcildə nə tapmışıq? 6 tapmışıq. 2 vur 12, 24. 6'ya da böləndə kökdə 4. Ondan nə çıxır? 2 saniyə çıxır. Doğru cavabımız A variantı. Və nəhayət əziz müəllimlər, çatdıq sonuncu sualımız olan 30 nömrəli sualımıza. Uyğunluğu müəyyən edin deyir. Sükunət halından düz xətli hərəkətə başlayan cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilib. Cisim 0t zaman intervalında necə hərəkət edər? Deməli, əziz müəllimlər, hərəkət sükunət halından hərəkətə başlayıb, yəni sükunət vəziyyətindən hərəkətə başlayan bir cisim hər zaman necə hərəkət edir?
bərabər yeyinləşən hərəkət edir, düzdürmü? Və burada artıq sürət yoxdur. Sürətin işarəsini bilmirəm və sürətin işarəsini bilmiriksə, təcilin işarəsinə, yəni qüvvənin işarəsinə baxırıq. Görürük ki, 0t intervalında qüvvənin proyeksiyası mənfidir, yəni işarəsi mənfidir. Onda deməli cisim x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edəcək. 1-ə gəldi A variantı. T2T intervalında görürəm ki, qüvvə 0-dır. Qüvvə 0-dırsa təcil 0-dır. Onda bu hansı hərəkətdir? Düz xəttli bərabər sürətli hərəkətdir və yenə də bu x oxun əksinə artıq hərəkət eləyir cisim. Ona görə x oxun əksinə bərabər sürətli hərəkətdir. 2T, 3T zaman intervalında isə baxın bu necə olur? Artıq əzmənlər bu 2T, 3T intervalında x oxun əksinə bərabər yavaş hərəkət icra edəcək. 3-ə D. İndi bu hissə qaranlıq qala bilər. Gəlin əzmənlər belə düşünək. Gəlin biz bax burada bir sürət zaman qrafikimizi qurmağa çalışaq. Onda bizə tam aydın olacaq ki, niyə 3-cü hissə x oxun əksinə bərabər yavaşyandı deyə. V-nin T-dən asılını qurur. Birinci nə dedik? Sükunət alınan hərəkətə başlayırdı və sükunət vəziyyətindən hərəkətə başlayan bir cisim yeyinləşən hərəkət edirdi və burada qüvvənin işarəsi mənfi idi. Deməli dedik ki, bu nə edir? X oxunun əksinə yeyinləşir. Düzdürmü? Sonra bərabər sürətli hərəkət icra eləməlidir. Çünki qüvvə 0-dır. Sonra bərabər sürətli hərəkət eləyir. Düzdürmü? İndi baxırıq ki, qüvvənin qrafiki müsbətdə sabit qurulub. Bu nə vaxt olurdu? VT qrafikində əgər qrafik üzü yuxarıdırsa təcil və qüvvə müsbətdə, VT qrafikində qrafik üzü aşağıdırsa təcil və qüvvə mənfidə, sabitsə 0 olurdu. Zaten fikir verirsinizmi? Qüvvə mənfidə idi. Niyə? Deməli qrafik üzü aşağı idi. İkinci hissə sabitdir. İndi üçüncü hissədə qüvvə müsbətdə sabit qalıbsa, deməli qrafik üzü yuxarı olmalıdır. Üçüncü hissəyə fikir verin. X oxun əksinə yavaşır. Yəni buradan da bunu tam görmək olur əzməlimlər. Belə dəyərli həmkarlar, əvəzləyici qüvvə, yəni qüvvə mövzusuna aid olan yeni kitabımızdan bu mövzuya aid olan sualların izahını yekunlaşdırdım. Newton qanunların mövzusuna aid bütün sualların izahını verdim. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olmuş olar. Əgər haradasa bir qüsura yol verdimsə, nədəsə diqqətsizlik etdimsə, buna görə üzrlü sayın. Yenə dediyim kimi, hazırlıqlardan çıxıb bu videonu sizlər üçün çəkirəm. Bacardığım qədər vaxt eləyib bu izahları çəkməyə çalışıram ki, əzməlimlər, sizlər üçün bir faydası toxunsun. Əgər haradasa nəzər səhvə yolu vermişəmsə, bunu nəzərə alarsınız, üzrlü hesab edərsiniz. Belə əzməlimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.